Yellow bu ilin ikinci rübünü necə yola verə bilib? Onu danışacaq sizdən. Bankın kapitalı 12 milyon manatdan çox artıb, aktivləri azalıb, mənfəət azalıb və s. və axır. Ən əsas məsələ isə cəm öhdəliklərinin 4% azalaraq 1 milyard 285 milyon manata düşməsidir. Yəni 4% nə qədər eləyir? 53 milyon 384 min manat. Bəs yaxşı, bu öhdəliklər cəmi azalıbsa, deməli burada nəsə baş verib, nəsə azalmalıdır. Bu öhdəliklər cəmindən aiddir, ən əsas məsələ depozitlər. Depozitlərin aiddir fiziki və hüquqi şəxslərin depozitləri. Yəni bankın fiziki şəxslərdən topladığı əmanətlər 3,3% azalıb və ya 30 milyon 779 min manat azalaraq 899 milyon 763 min manata düşüb. Ən əsas məsələ isə ən çox azalma, daha doğrusu, bankın biznesmenlərdən topladığı əmanətlərin 16,8% azalmasıdır. Yəni, hüquqi şəxslərdən toplanılan əmanət nə qədər olub? 139 milyon 398 min manat. Bu da azalmanın 24 milyon 384 min manat olması deməkdir. Təbii ki, bu azalmalar da öz növbəsində depozit portfelini kiçildir. Depozit portfeli 55 milyon 164 min manat azalıb, bu da 5% eləyir. 1 milyard 39 milyon manata düşüb. Yəni, başınızı ağrıtmayın. Yekun nəticə belədir ki, bankın hüquqi və fiziki şəxslərdən topladığı əmanətlərin azalması, yəni kiçilməsi, bankın depozit portfelinin kiçilməsinə səbəb olur. Depozit portfelinin də kiçilməsi bankın cəm öhdəliklərini azaldır. Bəs yaxşı, aktivləri azalıbsa burada nə baş verir? Aktivləri azalıbsa baxmaq lazımdır. Astro hesablar var orada, müştərilərə verilmiş kreditlər var, xalis kreditlər, mümkün zərərlər üçün yaradılmış ehtiyatlar və s. və axır. Ümumiyyətlə, kiçilsə də mən həmişə demişəm, Yellow Bank mənə görə yaxşı bankdır, sarı bankdır və ən əsası müştərilərlə işləməyi bacarır. Bəs siz necə düşünürsünüz? Yellow Bank haqqındakı fikirləriniz nədir?